Dim ədəbiyyat test vəsaitindən növbəti mətn sualının izahına gəlin bir yerdə baxaq. Bu mətn Hökmdar və qızı mətnidir. Burada biraz dumanlı düşüb. İndi mən sizin üçün oxuyacağam bu mətni. Diqqətlə mətni oxuyaq. Səltənət bəyim içəri daxil olaraq atasının qarşısında diz çöküb əlindən öpür. Səltənət bəyim, dedilər məni soruşmusan. Biz Cıdır düzündə oğlanlarla döyüşdə yarışırdıq. İbrahim xan, oğlanlarla? Səltənət bəyim, bəli, oğlanlarla. Oğlanlarla yarışmağı özün icazə vermisən. Sabahdan nişan atmaqda da yarış keçirəcəyik. İbrahim xan gülümsəyir. Bu gülümsəyir hissəsi remarkadır. Oho, yoxsa düşmənlə vuruşmağa hazırlaşırsınız? Səltənət bəyim, bəli, hazırlaşırıq. Deyirlər ki, sən Çar qoşunlarının Azərbaycana, Qarabağa daxil olmağa icazə vermisən. İbrahim xan, bilirsən qızım, sənin siyasətlə məşğul olmaq vaxtına hələ çox var. Siyasi şərait bizdən bunu tələb edir. İndi biz vətəni düşünməliyik. Bura səni başqa məsələ üçün çağırmışam. Deyirlər sən Cavad xanın oğlu Hüseynqulu xana qədərindən artıq hüsn rəğbət göstərirsən. Elədirmi? Səltənət bəyim, bəli, elədir. İbrahim xan, afərin sənin mərdanə cavabın həmişə mənim xoşuma gəlib. Ancaq istəyirəm biləsən ki, sizin münasibətiniz dostluqdan o yana gedə bilməz. Mətnimiz bu qədər. İndi keçək suallara. 40-cı sual. Mətndə tünd qara hərflərlə verilmiş hissələr əsasında nöqtələrin yerinə uyğun termini yazmaqla klasteri tamamlayın. Söhbət bu ifadədən gedir. Burada gülümsəyir ifadəsindən. Təbii ki, bu gülümsəyir ifadəsi nədir? Remarkadır. Deməli, bu hissəyə nə yazacaqsınız? Bu nöqtələr yazılan hissəyə. Bura yazacaqsınız. Deməli, remarka. Sonra bu iki hissə isə remarkaya aid xüsusiyyət yazmalısınız. Nə yaza bilərsiniz? Məsələn, remarka bilirikdə yalnız nəsrlə yazılır. Məsələn, bura nəsrlə yazılmağını yaza bilərsiniz. Çox səliqəli yazdım mən. Deməli, nəsrlə yazılmağını yaza bilərsiniz. Sonra bura isə yaza bilərsiniz ki, rejissor və aktyorlar üçün nəzərdə tutulur. Yəni, bunu da bura yaza bilərsiniz. Bu qədər buradan. Sonra keçək 41-ə. Əsərlərin forma və janr xüsusiyyətlərini müqayisə etməklə Eyleriven diaqramını doldurun. Burada Hökmdar və qızı mətni ilə bu mətndən söhbət gedir. Bir də bomba əsəri. Biz özümüz keçmişik bomba əsərin. İndi forma janr deyirsə, artıq biz bilirik də məzmuna baxmırıq. Sadəcə olaraq forma və janrına baxırıq. Təbii ki, burada Hökmdar qız mətni baxın. Adlardan sonra burada nöqtə qoyulub. Görürsünüz, nöqtələr qoyulub. Sonra remarka hissəsi var. Bunlar hamısı nəyə aiddir? Təbii ki, dramatik növə. Deməli, bura nə yazacaqsınız? Dramatik növdə olmağını yazacaqsınız. Dramatik növdədir. Sonra nə yaza bilərsiniz? Dramatik növün forma xüsusiyyətinə remarkadan istifadə olunub. Sonra göstərmə yolu ilə, deməli, göstərmə əsasdır. Belə yaza bilərsiniz. Səhnə üçün nəzərdə tutulur. Sonra deməli, obrazların danışıq və hərəkətlərinin vəhdətindən yaranır və sair kimi fikirlər yaza bilərsiniz. Bəs bombaya nə yazarsınız? Bomba da bilirik ki, epik növdədir. Biz özümüz keçmişik onu. Deməli, buna da yazacaqsınız. Təbii ki, epik növ. Epik növdə də nə olurdu? Təhqi olurdu. Bunu yaza bilərsiniz. Bomba bilirik ki, novelladır. Məsələn, novella olmağını yaza bilərsiniz. Gözlənilməz sonluqla bitirdə bilirsiniz novella. Bunları yaza bilərsiniz. Sonra bəs ortaya nə yaza bilərsiniz? Təbii ki, orta baxırıq ki, hər ikisi nəsrlə yazılıbdır. Deməli, ortaya nə yazacaqsınız? Nəsrlə yazılmanı yazarsınız. Sonra hər ikisinin süjet xətti var, onu da ortaya yaza bilərsiniz. Süjet xəttinin olmağı. Bu da bu qədər. Sonra keçək indi 42-ci suala. 42-də deyir ki, mətndəki İbrahim xan ilə Mehdi Hüseynin Odlu Qılınc əsərindəki varaz obrazlarına aid olan ortaq fikirləri yazan. Deməli, görürük ki, burada İbrahim xan hökmdardır. Eyni zamanda varaz da hökmdar idi. Məsələn, hökmdar olmağını yaza bilərsiniz. Sonra baxırıq ki, ikisi də, məsələn, burada deyir ki, sən hələ siyasətlə məşğul olan vaxtın deyil də. Varaz da, məsələn, oğluna demiş ki, cavansan hələ sən. Deyə bilərik ki, hər ikisi övladlarının yaşının az olduğunu düşünür. Bunu yaza bilərsiniz. Övladlarının yaşının az olduğunu düşünür. Sonra başqa nə yaza bilərsiniz? Hər ikisi vətənini sevir. Bax, vətənini sevməyini görürük burada hökmdarın. Vətənini sevir, vətəni üçün narahat olur. Sonra bu kimi fikirləri yaza bilərik.